Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yafqahu qavli. Tevhide dair növbəti mövzunu zikr edəcəm inşallah. İnsan əməl ilə də imanın pozduğu kimi söz ilə də imanı poza bilər. İmanı pozan bəzi sözlər haqqında zikr edəcəm inşallah. İnsan danışarkən, yazarkən istifadə etdiyi sözlərə diqqət etməlidir. Ağızdan çıxan, yazılan söz özü ilə birlikdə insana məsuliyyət gətirər. Bəzi sözlər də vardır ki, onlar müqəddəs dəyərlər, mənəviyyat ilə əlaqəli olur. İnsanın imanına, könül dünyasına zərər verər. Söyləyən şəxsi uçurumun kənarına aparar. Peşmançılıq hissi, tövbə, istiğfar araya girməsə, Allah qorusun imanın itirilməsinə belə səbəb ola bilər. İman insanı bütün varlığın tək sahibi Allah Azze və Cəllə yönəldən və ona bağlayan əhəmiyyətli bir şeydir. İman insan üçün huzur və mənəvi güc qaynağıdır. İman sayəsində insan yaradanına bağlanır. Onunla münasibətinə görə insanın dəyəri yüksəlir. Bütün varlığın ən dəyərlisi Allahın isimlərini təcəlli etdiyi və sənətinin naxışlarını bərq vurub əks etdiyi prizma halına gəlir. İnançsızlıq isə o bağı qoparır. O bağ qopunca sanki gecənin qaranlığında şölə saçan böyük şəhər elektrikin kəsilməsi ilə necə zülmət içərisində qalırsa, insan da qaranlığa boğular, ilahi sənətin əksləri gizlənər. İnsan imanı itirincə bəlkə ilk zamanlar hiss etməz, ancaq dərin bir boşluğa düşər. Qəflət, əyləncə, telefon, YouTube, TikTok, Instagram, Facebook və s. oyun ilə o boşluğu örtməyə çalışsa da, zaman tək başına qalıb düşündüyü zaman çılğına dönər, depressiyanın cəngindən qurtula bilməz. İnsan çox zəif və aciz bir varlıqdır. Özünün və ya başqalarının başına gələn müsibətlərdə çox vaxt əlindən bir şey gəlməz. Bu müsibətlər imansızları və ya imanı zəif olan şəxsləri çox dərindən sarsıldar. Darlıq içinə salar və huzursuz olar. Nə qədər çırpınsa da əlindən bir şey gəlməz. İmanlı insan isə hər şeydə ilahin rəhmətin izni, özünü görür. Hər şeydə onun hikmətini, ədalətini, gözəlliyini müşahidə edər. Rəbbinə təslim olar. Onun rızasını göz önündə tutaraq müsibətə də səbirlə yanaşar. Bunda da bir xeyir vardır düşüncəsi ilə sonucunu gözləyər. Qarşılaşdığı çətinliklər qarşısında müqavimətli olur. Müxtəlif müsibətlərə məruz qalanlara əlindən gələnləri edər. Geri qalanı Allahın mərhəmət və şəfqətindən çox heç kimin mərhəmətli olmaz düşüncəsi ilə ona həvalə edər. Bilər ki, hər kəsin kamal nöqtəsinə çatması, yetişməsi fərqlidir. Kim darlıqla, kim də varlıqla imtihan olunar. Digər yandan imanını insana qazandırdığı ən mühüm fayda insanın nəfsin və şeytanın vəsvəsələrinə qapılmadan huzurlu bir şəkildə qəbri imanlı olaraq götürülməsidir. Bu şəkildə insan həm bu dünyadan, həm də axirət yurdunun səadətini əldə edər. Qeyd edilən ölçülərdə iman edən şəxs daha sonra imanını qorumaq üçün daha çalışmalıdır. İman artar, azalar, tamamilə yox ola bilər. Hər mövzuda ölçü olmaq gərəkir. Olduğu kimi insanın iman mövzusunda da ölçülü olmalı. Ağzından çıxan sözlərə diqqət etməlidir. İstisna hal var insanın danışarkən.
Qəzəb anında insan düşünmədən ağzından xoşagəlməz və qəbil sözlər çıxa bilər. Əslində çıxarmamalıdır. Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn affekt adlandırılan psixoloji hal var. Affekt insanlarda qəflətən yaranan güclü, qısa müddətli emosional haldır. Bu hal kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətli cərəyan edən hissdir. İnsan effektli halı bəzi hallarda onun fəaliyyətinə pozucu təsir göstərir. Çünki belə bir vəziyyətdə insan şuuru və danışığı üzərində nəzarəti itirir. Nəticədə insanın beynində kəskin oynama ocağı əmələ gəlir. Ətrafdakı oynaq sahələrdə ləngimə baş verir. Bu səbəbdən də affekt vəziyyətindən insanlar nə dediklərini, necə hərəkət etdiklərini bilmirlər. Bu hal keçdikdən sonra şuur özünə qaydınca insan etdiyi işdən, söylədiyi sözdən peşman olmalıdır. İmanı bəzi pozan sözlər haqqında zikr edəcəm inşallah. Onları Quran və sünnətdə dəlilləri ilə. Yəni onların necə yanlış olduğunu və insanı küfrə apardığını. Allah gəlsə belə əlimdən ala bilməz. Şuura açıq ikən bu sözləri söyləyərsə, deməli həmin şəxsin Allahın güc və qüvvətli haqqında az da olsa məlumatı yoxdur. Allahın gücünün və qüvvətinin sərhədi yoxdur, sonsuzdur. Və hüvə allə kullun şeyin qadir. Yəni onun hər şeyə gücü yetər ifadəsi Quranda neçə yerdə təkrar olunur. Hər şey ifadəsinin içərisində Allahdan başqa yaradılan hər nə varsa daxildir. Yəni Allahın yaratdığı, bizim bildiyimiz və bilmədiyimiz hər şey bu ifadənin içində yer alır. Allahın buna gücü yetər, buna yetməz, bunu edə bilər, bunu da edə bilməz. Bu insanın öhdəsindən gələr, bunu öhdəsindən də gəlməz. İfadələri də yanlışdır. Bəzən ətrafımızda baş verən zülm və haqsızlığın cəzası həmən görülmür. İnsanlar da onun hikmətini anlaya bilmir. Ehtimallar çoxdur. Ola bilsin ki, Allah zülm edən şəxsə möhlət verir. Bəlkə peşman olar deyə, ya da onun cəzası çox ağır olacağı üçün axirətə qalır. Bu şəkildə müxtəlif izahlar gətirə bilərik. Ancaq həqiqi mənada hikməti ilahinin nə olduğunu bilmərik. İnsanın gücü, qüvvəti bəllidir. Elə şeylər var ki, əli ilə qaldıra bilər. Elə şeylər də vardır ki, makinaların yardımı ilə tonlarla ağırlıqda yükü qaldıra bilər. Bir nöqtədə isə bu güc dayanır, tükənir. Allah üçün isə az çox, kiçik, böyük, aşağı, yuxarı məfhumların doğru deyildir. Uca Allahın güc və qüvvəti sonsuz olduğu üçün günəşi yaratmaq ilə ağcaqanadın qanadını yaratmaq arasında fərq yoxdur. Ağcaqanadda deyilincə də bəsit almamaq lazımdır. Çünki kiçik deyə bir şey yoxdur. İnsan kiçik deyə baxdığı şeyləri belə yaratmaq üçün sonsuz elm, güc və qüdrət lazımdır. Bu prizmadan baxıldığı zaman bilər-bilməz şəkildə harda gəldi, anlamlı, anlamsız, nə mənaya gəldiyini düşünmədən bu ifadələri istifadə etmək həmin şəxsin cahilliyini göstərir. Ancaq unutmayaq ki, bu söz bəzən ərşi aləyə toxunar, sahibi ilahi qəzəbə tuş gələr, sonradan da nə məruz qaldığını çaşıb qalar. Bura Allahın yaddan çıxartdığı yerdir. Allah bizi yaddan çıxarır. Bu da çox təhlükəli cümlədir.
Allah'ı unutması mümkün değildir. Dünyada yan yana gelmeyecek iki kelime varsa o da Allah ve unutma sözleridir. Kur'an-ı Kerim Allah üçün unutma bənzətməsini şiddətlə rədd edir. Musa'nın aleyhisselamın diliyle onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır, lövh-ü məhfuzdadır. Rəbbim əsla xəta etməz, əsla unutmaz. Daha suresi 52. ayə. Başka bir ayədə Cəbrail aleyhisselamın diliyle biz ancaq Rəbbinin əmri ilə enərik, önümüzdə, arxamızda və onların arasında nə varsa hamısı ona məxsusdur. Rəbbin unudan değildir. Məryəm suresi 64. ayə. Unutmaq ifadəsi nöqsan bildirir. Allahu Teala da hər cür nöqsandan uzaqdır. İnsan fərqində olmadan belə bir ifadə işlədərsə, Allah qorusun, çıxılmaz girdabın içine düşər, imanı əlindən gedər. İşiniz Allaha qalıb. Bəzən insanlar çıxılmaz vəziyyətdə düşdükdə və hər yerdən ümidi kəsilincə bu ifadəni işlədir. Əslində səbab, sükut və süqut etdiyi zaman insan onu anlayıb Allah Subhanahu wa Taala'ya üst tutarsa, Yunus Aleyhisselamın peyğəmbər kimi sahilə çıxar. İşini Allaha qalması çox gözəldir. Ancaq bu söz daha çox el arasında hər şey etdik, bütün qapıları döydük, dolaşdıq, bizə fayda olmadı. Niyə belə olur ilahi? Niyə üzümüzə bir qapı açılmadı deyə bir növ Allaha üsyan istəm daşıyan mənasında işlədir. Əslində həmin şəxs Allahın bu məqamda səbəblər sükut etdi. Unutduğumuz qapılar üzümüzə açılmadı. Çarəsiz qaldım. Yardım elə ilahi deyə dua edərsə, heç ummadığı yerdən fərqli fürsətlərlə önünə çıxa bilər. Allah baba qəzəblənər, acığı tutar. Bəzən böyüklər uşaqlarını qorxutmaq üçün bu ifadəni işlədir. Allah üçün baba ifadəsini işlətmək doğru değildir. Əsasən xristian mədəniyyətində dilimizə düşən bu ifadəni Allaha ata və oğul isnad edilməz, mümkün də değildir. İxlas suresində Uca Allah Subhanahu wa Taala özünü bizlərə ləm yəlid və ləm yulad, o nə doğmuş, nə də doğulmuşdur deyə tanıdı. Yəni, nə doğan, nə də doğulan yaradıcı Allah olar. Allah sənin canını alacağına mənim canımı alardı. Vaxtsız getdi. Bəzən ölən adamın arxasınca bu qəbil sözlər işlədilir. Bunlar da yanlışdır. Ölüm hər kəs üçün müqəddərədir. Kiminə tez, kiminə gec gəlib çatsa da əvvəl axır hamı öləcək. Hər kəsin nə vaxt öləcəyi ilahi elmdə məlumdur. Yaşlılar, xəstələr vəfat edincə zahirən insanlar ayrılıq acısı yaşasalar da həm vəfat edən şəxs həm də özləri üçün rahatlıq olduğu zamanla ortaya çıxır. Əslində insan ölümün o biri üzünü dərk edə bilsə, vəfat edincə insanın yox olmadığını anlasa, hər şeye baxış da dəyişəcəkdir. Ölüm yox olmaq deyil, ruhun bədənini dar mənbəsindən qanad açıb sonsuzluğa uçmasıdır. Allah bizə zülm edir. Mən Allah tanımıram. Allahın işi yüzü qurtarıb səninlə maraqlanacaq. Haram yemək nə şirin şeymiş. Allah filan şəxsə o qədər var dövlət verdi, mənə isə heç nə. Bu necə ədalətdir? Nə üçün namaz qılım? Nə malım var, nə mülküm. Allah mənə nə verib ki? Bir müəllimdən eşitdiyim ibrətli hekayə var. Konfrans üçün bir şəhərə gedirlər. Axşam vaxtı oradakı dostları ilə
Köhnədən birlikdə işlədiyi, indi xəstə olan müəllim yoldaşına baş çəkmək istəyir. Evinə ziyarətə gedirlər. Adam insulin keçirmiş və bədənin yarısı iflic olmuşdu. Yatağından qalxa, hətta suyu belə özü içə bilmirdi. İlahiyyat fakültəsi məzunu olduğu üçün dini savadı vardı. Halını xətrini soruşarkən belə cavab verdi. Görürsünüz də, nə hala düşmüşəm. Allahın rəhməti haşa, bu mu olmalıydı? Uşaqlığımdan bəri namaz qılır, oruç tuturdum. İndi məni düşürdüyü vəziyyətə baxın. Müəllim yoldaşlarından biri Allaha ağır gedər, bətərin də bətəri var, səbirli ol desə də xəstə oralı olmadı. Sonra da bundan bətər nə olacaq dedi. Biz də çox pis olduq. Söhbəti çox uzatmadan yanından ayrıldıq. Aradan 3-4 həftə keçmiş, təkrar bir iş üçün həmin şəhərə yolum düşdü. İşim qurtardıqdan sonra parkda dostlarla birlikdə çay içirdik. Birdən gözüm xəstə yoldaşımın qızına ilişdi. Başında qara örpək vardı. Yanına yaxınlaşıb atasını soruşdum. Dedim, hocam, hər halda eşitməmisiniz. Atam yenə də yataqda xəstə yatır. 2 qardaşım 15 gün öncə avtomobil qəzasında itirdik. Bu səfər dostlarla başsağlığı üçün xəstə yoldaşımızı ziyarətə getdik. Gözləri yaş içində, niyə Allah mənim canımı almadı? Onları məndən qoparıb apardı dedi. Bəzən insan fərqinə olmadan imanını zədələyəcək, Allahı ittiham edəcək sözlər söyləyir. Qəzəb anında bu sözlər söyləmişsə belə, qəzəbi soyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayanacağını işdən keçəndən sonra anlayar, o zaman da gec olar. Şuurlu bir şəkildə bu sözləri söyləyənlər də bilməlidir ki, bu ifadə insanın imanını əlindən alar. İman gedincə də insan ya qəflətə düşər, nəyə uğradığını bilməz, ya da qaranlıqda boğuşar. Allaha üsyan ifadə edən bu cümlələri səsləndirmək belə insanı utandırır. Məqsədim doğru olanı göstərmək olduğundan insanların Allah Subhanahu Taala'dan bağışlaması üçün haqqı anlatmaqdır. Allah Subhanahu Taala'dan öz nəfsim üçün də sizlər üçün də bağışlanma diləyirəm. Estağfurullah və tövbə. Rabbighfirli tub aleyye inneke ente tevvabur rahim.